Salam dəyərli iştirakçılar, əziz üzvlər, hər birinizin axşamınız xeyir, hər birinizi salamlayıram. Mən Dərya Qrup təsisçi və rəhbəri Aytac Məhərrəmova. Dərya Qrup olaraq bugün bizim növbəti vebinarımız keçiriləcəkdir. Vebinarımızın mövzusu müasir psixoloqun rolu dəyişən cəmiyyət, dəyişən ehtiyaclar mövzusudur. Təlimçimiz isə klinik psixoloq Nuriyə Quliyeva olacaqdır. Hər birinizi uğurlu vebinarlar arzu edirəm və sizlərdən xahişim webinar müddətində sualınız olmadığı müddətdə zəhmət olmasa təlimçimizin sözünü kəsməzsiniz, səslərinizi bağlı saxlayarsınız. Nə zaman sualınız olsa rəy bölməsində yaza bilərsiniz. Həmçinin əl işarəsi var, onu qaldıraraq sualınızı təqdim edə bilərsiniz. Nuriyə xanım, axşamınız xeyir, necəsiz? Axşamınız xeyir, çox sağ olun. Siz də yaxşı olasınız. Yeni il Yaxşı. inşallah hər kəsə düşərli olsun. Gözəl illər bizi gözləyir, düşünürəm, əminəm. Keçən il biraz çətin oldu bir çoxları üçün. İnşallah 2026 və bundan sonraki illər hər kəsə uğurlu gəlsin. Təşəkkür edirəm, minnətdaram. Başlaya bilərik, uğurlu vebinarlar arzu edirəm. Təşəkkür edirəm. Mənim paylaşımımı da sizdən rica etsəm, yoxsa mən mi görmürəm? Aha, çox sağ olun Aytac xanım. Bir daha hər kəsi salamlayıram. Bilirəm ki, mənim burada dəyərli həmkarlarım var. Yəqin ki, pedaqoqlardan da iştirak edənlər olacaqdır. Əvvəla onu deyim ki, sizdən üzr istəyərək mən isti çayımı yanıma qoymuşam. Çünki təəssüf ki, son dövrlərdə hər kəsə təsir edən bu virus məndən də yan keçməyibdir. Ona görə səsim tutularsa və ya ara sıra mən icazənizlə, belə deyim də, isti çayımı yudumlayacağım. Çox-çox üzr istəyirəm buna görə. Bu təxminən belə deyək də, bu vebinarı uyğun şəkildə sizi incitmədən qaydasına qoymaq üçün. Deməli, biz bu günləri müasir psixoloqun rolundan danışacağıq. Təbii ki, cəmiyyət dəyişibdir və müəyyən, belə deyək, tələblər də, ehtiyaclar da dəyişibdir. Mən 20 ildir bu sahədəyəm, klinik psixoloq olaraq. Deyərdim ki, problemlər hər zaman var idi. Sadəcə indi bir çoxu daha çox dilə gətirilir. Yəni, belə deyək də, bir çox problem, bir çox yox. Elə hər zaman bu problemlər var idi. İstər aqressiv davranışlar olsun, davranış pozuntuları olsun, istər autizm spektr pozuntusu olsun, istər panik ataklar olsun, depressiya olsun, obsessiyalar olsun. Bu problemlər, diqqət təsir hiperaktivlik pozuntusu, yəni bu problemlər günün hal-hazırki müasir dövrün problemləri deyil. Hər zaman var idi. Sadəcə düzdür, statistikada bir çoxunda artış var və mən praktik psixoloq olaraq nəyi görürəm 20 il ərzində? Əvvəlcə bu problemlərin bəzilərini təbii ki, nəzərdə tuturam. Hansı ki, korreksiyası mümkündür, tam mümkündür. Slayd istəyirsiniz dəyişməyin, hə, birincidə qalsın. Çünki biraz mən orada sadəcə qeyddə başlıqlar kimi vermişəm. Bədahətən danışacağım təcrübəmə əsaslanaraq. Sadəcə başlıqları qeyd etmişəm ki, orada nələrəsə toxunum. Əvvəlcə də bu problemlər var idi. Sadəcə praktikamda nəyi görürdüm? Biz korreksiya olunan, hansı ki, müasir dövrdə də korreksiya olunan problemləri çox az bir müddətə korreksiya edə bilirdik. Amma bu günləri əlimizdə daha çox alətlər var, daha çox terapiya növləri var və bunlar hamısı əl çatandır, təlimlərə qoşuluruq. Biz xarici ölkə mütəxəssislərindən istənilən ölkəsində bu günləri onlayn şəkildə və ya canlı şəkildə gedib bu təlimləri almaq mümkündür. Baxmayaraq ki, əlimizdə alətlər, vasitələr çoxdur, amma təəssüf ki, həll etmə sürətimiz mənə elə gəlir ki, bəzi problemlərdə, hamısında demirəm, bəzi problemlərdə sanki daha əvvəlcə qısa müddətə həll edirdiksə, 3 seansa, 5 seansa, 6 seansa, bu günlər o problemləri 20-25 seansa və daha çox seansa həll etməli oluruq. Təbii ki, bəzi problemlər isə EMDR terapiya, brain spotik terapiya, kognitiv terapiya, sonra IMTT terapiya sayəsində əksinə sürətli şəkildə həll edə bilirik. İndi gəlin belə deyək, mən buna belə toxunum. Gec həll edə bildiyimiz problemlərə baxanda, məsələn, davranış problemləri,
Burada mən düşünürəm ki, ə, hətta belə bir fikir səsləndirə bilərəm ki, ə, indiki valideynlər təəssüf ki, daha çətindir, nəinki uşaqlar. Mən deyirəm ki, əvvəlcə uşaqlar çətin idi, problemlər ə, daha çox uşaqlarda görürdümsə, günümüzdə uşaqlardan çox valideynlərdə görürəm. Tamam, gözəl, məlumatlı valideynlərimiz var, amma inanın ki, o qədər hər şeyi şişirdərək uşaqlarına tətbiq edirlər ki, baxırsınız ki, biz deyirik ki, uşağın sərbəstliyi, azadlığı çox yaxşı bir yəni buna yön verin özgüvəni üçün, amma baxırsınız ki, valideyn həddən artıq bunu azadlıq kimi tətbiq edir və görürük ki, artıq uşaqlarda sərhəd tanımama kimi problemlərə gətirib çıxara bilir. Mövzu genişdir. Mən çalışacağım hər mövzu haqqında qısa-qısa heç olmasa məlumat verim və sonda da praktik hissələrə toxunacağıq. Hansı ki, siz öz üzərinizə və ya sizin pasiyentlər, şagirdlər üzərində tətbiq edə bilir və ya yaxınlarınız üzərində tətbiq edə bilərsiniz. Müasir psixoloqun cəmiyyətdə rolu bir çox sahədə psixoloqlarımıza ehtiyac var. İstər burada səhiyyə sahəsi olsun, xəstəxanalarda, istər idman sahəsində olsun, istər təhsil sahəsində olsun, istər şirkətlərdə olsun və s. Yəni bizim bu günlər bütün sahələrdə düşünürəm ki, psixoloqlara ehtiyacımız var. Ən çətin sahə məktəb psixoloqları varsa, mənə elə gəlir ki, onların öhdəlikləridir. Həddən artıq onların üzərinə təzyiq olduğunu düşünürəm müasir cəmiyyətdə. Amma təhsil sistemində, məktəblərdə minlərlə uşaq var, amma o məktəbin bir və ya iki psixoloqu var. Əlbəttə ki, orada psixoloq bütün problemlərlə baş edə bilməz və onun heç öhdəliyində də deyil ki, fərdi şəkildə bütün uşaqların problemlərini tam korreksiya eləsin. Onlar özəl mərkəzlərdə çalışırlar, özəl mərkəzlərlə müraciət edə bilərlər, həmin psixoloqların özərinə fəaliyyət göstərdiyi və ya özləri güvəndikləri psixoloqlara yönləndirirlər ki, bu işin korreksiyasından, bu problemin korreksiyası uzun müddət alır, bir-iki görüşdən ibarət deyil, burada sistemli iş getməlidir. Həm müəllimlə, həm şagirdlə, həm də valideynlə. Ona görə siz daha belə deyək, korreksiya işini doğru şəkildə quran praktik psixoloqla davam etməlisiniz. Çoxdur məktəb psixoloqların belə deyək, mən fikirləşirəm ki, həm problemləri, həm öhdəlikləri, onlar qrupla işləyirlər, onlar fərdi işləyirlər, istər psixoproseslərin inkişafı üçün, yəni diqqətin, yaddaşın, təfəkkürün inkişafı üçün onlar müəyyən qrup və fərdi məşğələlər aparırlar. Həmçinin də valideynlərlə düşünürəm ki, ən böyük məktəb psixoloqunun öhdəliyi valideynlərə, ondan sonra müəllimlərə, nəinki müəllimlərə, bütün məktəbdə çalışan heyətə, nümayəndələrə, əməkdaşlarına, belə deyək, həmçinin şagirdlərlə, yəni belə deyək də, valideyn, məktəb kollektivi və şagirdlərlə işləmək, onların maarifləndirmək, maarifləndirici mövzularda çıxış etmək onların ən vacib özəllikləridir deyə düşünürəm. Çünki bizim özəl mərkəzlərdə çalışan psixoloqların səsi bir yerə kimi çatır, amma onların auditoriyası daha genişdir və dediyim kimi bir məktəbdə minlərlə uşaq var. Onlarla qrup şəklində seminar, təlim təşkil etməyi, maarifləndirmə işləri aparmağı düşünürəm ki, çox daha sürətli nəticələr verə bilər. İdman sahəsində psixoloqlara ehtiyacımız var. Əslində xarici ölkələrdə bu bir standartdır. Yəni onların istər qrup şəklində, istər fərdi şəkildə olan idman növləri var ki, orada psixoloqlar çalışır. Onların motivasiyasından, ruhdan düşməsinlər, necə davranmalıdırlar, harda özgüvənləri necə formalaşdırmalıdırlar, yarışlara çıxmamışdan əvvəl nələrə diqqət yetirməlidirlər, yuxudan tutmuş, qidalanma, psixoloji vəziyyət, bunlar hamısı işlənilir. Hətta Formula 1 yarışçıları belə xüsusi proqram var, Alman proqramı Life Kinetic. O proqram vasitəsilə öz diqqətlərini belə də tez qərar vermə, analiz etmə, dərhal
qərar qəbul etmə bacarıqlarını, reflekslərini həmçinin formalaşdırmaq üçün alman proqramı Life Kinetic-ə müraciət edirlər. Qeyd edim ki, bu bizim mərkəzimizdə də Life Kinetic Azərbaycanda ilk dəfə olaraq bizdə tətbiq olunur. Çox mükəmməl bir proqramdır. Diqqəti artırır, yaddaşı gücləndirir, təfəkkürü artırır, məntiq, yaradıcı tərəf. Yəni belə deyək də beynimizin həm sağ, həm sol yarımkürəsini eyni anda aktivləşdirir və bizim potensialımızın tam şəkildə, tama yaxın şəkildə özümüzü göstərməyimizdə böyük rol oynayır. Gəldik səhiyyə tərəfinə, xəstəxanalarda müəyyən xəstəlikdən, ağır xəstəlikdən, hətta əziyyət çəkən uşaqlarımız var ki, onların əhval-ruhiyyəsinin ilk növbədə yüksək səviyyədə tutulması ən vacibdir. Yəni istənilən problemdə birinci əhval-ruhiyyədir. Əgər bir insanın əhval-ruhiyyəsini yüksək tuta biliriksə, onun problemlərə qalib gəlmə, xəstəliklərə qalib gəlmə sürətini mi deyim, ehtimalını mı deyim, daha da yüksəltmiş oluruq. Ona görə həm uşaqlar, həm yetkinlərlə xəstəlik çağında psixoloqun işləməsi çox vacibdir. Və unutmayaq ki, hətta belə bir tədqiqatlar da var ki, bu günləri bizim hər hansı bir fizioloji problemimiz, somatik xəstəliklərimizin 85%-nin kökündə psixoloji problemlər durur. İstər miqren olsun, istər xərçəngə olsun, digər xəstəliklər olsun, şəkər olsun, burada və ya qalxana bənzər vəzdə problemlər olsun, bunların əksəriyyətinin kökündə psixoloji problemlər durur. Bizim danışa bilmədiklərimiz, bizim deyə bilmədiklərimiz, bizim ifadə edə bilmədiklərimiz hamısı bədənimizdə yığışır və ola bilər ki, biz hansısa hadisəni düşünürük ki, dərk etmə səviyyəsində unutmuşuq, amma şuuraltı onu unutmur, bədənimiz onu qeydə alır. Bədən onu unutmur, xatırlayır və gələcəkdə onu yavaş-yavaş bir xəstəliyə çevrilir. Ona görə səhiyyə sahəsində də psixoloqların rolu təbii ki, əvəz edilməzdir. Təşkilatlar var, şirkətlər var ki, bu günləri çox gözəl strategiya qruplar, çox gözəl komanda var, amma o komanda birlikdə işləməyi bacarmır və ya komandada əməkdaşlar arasında ciddi problemlər var. Bu problemlər olan yerdə, bu konfliktlər, münaqişələr olan yerdə əlbəttə ki, yüksək keyfiyyətdən, yüksək işdən söhbət gedə bilməz. Yəni o komandada aqressiya, bir-birindən bölüşmək, aqressiya varsa, bir-birindən bölüşə bilmirlərsə, paylaşa bilmirlərsə, fikir mübadiləsi yoxdursa, əlbəttə ki, işin keyfiyyəti tamamilə düşəcək aşağı və bu da həmin şirkətin yavaş-yavaş uçuruma doğru getməsinə gətirib çıxarır. Slaydı dəyişə bilərik. Psixoloq olaraq peşəkar mövqeyimizi necə gücləndirə bilərik? Bu günləri cəmiyyətdə psixoloq anlayışı deyərdim ki, artıq bir çox insan üçün aydındır. Yəni mən 20 il əvvəl əziyyət çəkirdim, psixoloq özümü tanıtmağa, qohumlar arasında, tanışlar arasında təqdim eləyəndə ki, sən harda oxuyursan, haranı bitirmisən, psixologiya və ya sonra klinik psixologiya nə deməkdir ki, nə iş görürsünüz ki, nəyə lazımdır ki, kim gələr ki, psixoloqa deyə suallar çox idi, həvəsdən salırdılar, amma mən bu haqda məlumatlı idim və nə istədiyimi çox yaxşı bilirdim deyə. Ona görə belə onlara güvənli şəkildə, özgüvənli şəkildə izah edirdim ki, yox, bu gözəl sahədir. Xarici ölkələrdə bu ən öndə gedən sahələrdən biridir. Dəyərli sahələrdən biridir və vacib sahələrdən biridir. Şükür ki, bu günləri xüsusi hər kəsə ən azından izaha ehtiyac olmur. Burada da bizim dəyərli psixoloqlarımızın hansı ki, kütləvi informasiya vasitələrində, sosial mediada doğru təbii ki, təbliğat aparan həmkarlarıma borcluyuq. Mən də bu təbliğatı aparan, doğru təqdim etməni aparan şəxslərdən biri olaraq özümü görürəm. Amma doğrudan da çox gözəl, Azərbaycanın çox gözəl mütəxəssisləri var və onların da çıxışları, maarifləndirməsi çox təqdirə layiqdir. Bu günləri bu psixoloqların doğru şəkildə izahı, doğru şəkildə maarifləndirməsi, problemlərə toxunması bir çox ailənin vaxtında uşağında və ya özündə hər hansı bir problemi aşkarlayıb
doğru addımlar atıb bunu aradan qaldırmasına və ya belə deyək də korreksiyasına, reabilitasiyasına başlamasına səbəb olubdur. Biz hər zaman deyirik ki, bir problem varsa onun vaxtında diaqnozun aşkarlanması və vaxtında müdaxilə edilməsi, doğru şəkildə vaxtında müdaxilə edilərsə, o problem aradan qalxmağa və ya azaldılmağa doğru gedəcəkdir. Yəni biz həmin şəxsləri deyək ki, xüsusi qayğıya ehtiyacı ən çətin problemlərdən biri bu günləri xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləməkdir. Əgər vaxtında diaqnoz qoyularsa, vaxtında doğru addımlar, planlı addımlar atılarsa, sözsüz ki, o uşaqları cəmiyyətə qazandıra biləcək, məktəbə də gedəcəklər, nitqlər də açılacaq, cəmiyyətə faydalı şəxslər də olacaqlar, universitetə də daxil olacaqlar və mən bu günləri həm Azərbaycanda, həm də xarici ölkələrdə hər hansı bir xüsusi qayğıya ehtiyacı olan uşaq, gənc gördükdə onların istər yaradıcı tərəflərini, hansı tərəfləri öndədirsə, onları izləyirəm ki, baxım həm özümə motivasiya olur, həm də ki, valideynlərə göndərirəm ki, baxın, yəni siz bu diaqnozu eşidəndə məyus olursunuz, bu qəbul olunan bir şeydir. İlk olaraq biz diaqnozu eşidəndə inkar edirik, şok oluruq, qəbul edə bilmirik, depressiya düşürük. Yəni bunların mərhələləri var, diaqnoza bizim verdiyimiz mərhələlər. Amma görürsünüz, yəni bu son deyil. Əgər siz özünüzü toparlayıb övladınızla doğru şəkildə, intensiv şəkildə məşğul olsaz, özünüz də görəcəksiniz ki, digər yaşıdları kimi onu da cəmiyyətə qazandırmaq, həmin şəxsi cəmiyyətə qazandırmaq mümkündür. Psixoloqlar yazılar gəlibdir, mən oxumağa çalışım, birdən bura kimi suallar olar. Çox sağ olun. Xoş sözlər yazmısınız, təşəkkür edirəm. Psixoloq olaraq biz, yəqin ki, aramızda tələbə psixoloqlar var və ya bitirib hardan başlayım, nə edim deyən psixoloqlar var. Əlbəttə ki, bu günləri həm Azərbaycanda mərkəzlər çoxdur, mütəxəssislər çoxdur. Mən sizinlə razıyam. Bəlkə də deyəcəksiniz ki, çoxdur, amma hər biri yaxşı deyil, doğru deyirsiniz. Hər ünvan, hər müraciət etdiyiniz ünvan doğru olmaya bilər, amma az sayda da deyil belə mərkəzlər. Siz araşdıracaqsınız. Əgər təlimi görmüsünüzsə, təlimi verən spiker kimdir, təlimçi kimdir, hansı belə deyək də, plana malikdir, sizin daxil olduğunuz, qatılmaq istədiyiniz təlim proqramı nədir, içəriyi nədir, onunla tanış olacaqsınız. Testlər, bol-bol testləri əldə etməyə çalışacaqsınız. Amma hər zaman vurğulayıram, mənim təcrübəmə gələn tələbələrimə də deyirəm ki, bu testləri oradan götürüb, buradan götürüb kopya eləməklə bunu tətbiqi doğru deyil. Çünki testlər dəqiq ölçmə araçlarıdır, vasitələrdir. Siz orada pasientlə işləyərkən baxırsınız, suallar verirsiniz. Əgər biri var ki, mən bunun təlimini aldım və mütəxəssisdən dinlədim ki, bu sual nə anlama gəlir? Amma bir də var ki, mən bu haqda eşitməmişəm, amma oxuduğumu anladığım qədər sual verirəm və ona əsasən də dəyərləndirmə aparıram, bal çıxardıram. Sonda da deyirəm ki, sizin uşağınızın intellekt əmsalı budur, IQ-su budur və ya sizin uşağınızda avtizm spektr pozuntusu ağır səviyyədədir, orta səviyyədədir. Orada elə dərəcələr var ki, 1-2 bal belə fərq eləyir ki, bu aşağıdır, ortadır, yoxsa yüksəkdir. Və bunun, belə deyək də, bütün bu məsuliyyət sizin üzərinizdədir. Siz buna əsasən rəy yazırsınız, rəy bildirirsiniz, valideyni yönləndirirsiniz. Ona görə testlər alarkən dəyərli psixoloqlar bunun məsuliyyətini dərk edin. O testlərin çalışın, mümkün qədər təlimlərini alın. Və sizin ayrıca qovluğunuz olsun, o təlimləri aldıqca o qovluqlara yığırsınız, əlinizin altında artıq diqqət ölçmək üçün təfəkkür, IQ, bunlarla bağlı istər projektiv, istər obyektiv testlər olsun, hansı olursa olsun, bu metodikalar əlinizin altında olsun, əlinizə atacaqsınız və istifadə edəcəksiniz. Təlimlərə qatılırsınız, onlayn və ya canlı şəkildə, xarici ölkədən də
bizim dilimizə tərcümə olunan və ya yaxın Türkiyədə o qədər bizim Azərbaycanlı yoldaşlarla, həmkarlarla əməkdaşlıq edən mütəxəssislər var ki, onların təlimlərinə qatılacaqsınız, o təlimləri alacaqsınız. Bundan başqa təcrübə proqramları var. Deyəcəksiniz ki, bunlar yetərlidirmi? Yox, bunlar biraz nəzəridir. Siz bunları təcrübədən keçirməlisiniz. Təcrübə proqramında da birbaşa siz seanslarda əyləşməlisiniz, diaqnozlarla tanış olmalısınız, həmin pasientlə təmasda olmalısınız. Təbii ki, yetkinlərlə bu biraz çətin olur, amma uşaqlarla təcrübə proqramları var ki, onlara qatılıb öz belə deyək, təcrübənizi artıra bilərsiniz və mərkəzlərdə, həmçinin digər şirkətlərdə və ya dövlət orqanlarında işləyə bilərsiniz. Suallara baxın. Pepper testini öyrənmək istəyirəm. Bahar xanım yazıbdır. Son vaxtlar açığı mən onun təlimini görməmişəm. Mən də onu pandemiya dövründə almışam. Aldığım mərkəzdən maraqlanaram. Siz mənə, əgər belə deyək, mən burada hansısa bir məqamı nəzərimdən qaçdı, cavablandırmadım və çalışacağım əlbəttə ki, hər birini cavablandırım. Amma deyək ki, hətta sizdə sonradan suallar yarandı. Mənim Instagram hesabıma yazın. Mən dərhal olmasa da ara sıra orada geri dönüşlər edəcəm, yönləndirmələrimi də edəcəm, narahat olmayın. Deməli, Şəfəq xanım yazıbdır. Ailəyə yeni daxil olan körpədən sonra qısqanclıqla birlikdə özgüvən əskikliyi müşahidə oluna bilərmi? Oluna bilər. Çünki ilk növbədə ən dəyərli, belə deyək də, adətən bizdə tək uşaq olanda nə edirlər? O uşaq, bütün diqqət həmin uşaq üzərində mərkəzləşir, amma evə yeni uşaq gəldisə, nənə, baba və hətta evə gələn qonaq belə birinci balacanın üstünə qaçır, sonra böyüyünü gedib böyüklə görüşür. Bu zaman əlbəttə ki, böyük uşaq düşünə bilər ki, həm qısqanclıq yaranır ki, mən idim indiyə kimi mərkəzdə, artıq paylaşıram, hətta paylaşıram kimi də görmür. Mən artıq dəyərsizəm. Məni sevmirlər, onu sevirlər və əksər valideynlər deyir ki, bu ifadə uşağın ağzından açıq-aydın çıxır ki, siz onu sevirsiniz, siz qardaşımı sevirsiniz, siz bacımı sevirsiniz, məni sevmirsiniz daha. Ona görə əlbəttə ki, özgüvən də zədələnə bilir. Psixologiya üzrə Əzizə xanım yazıbdır. Praktik təlimdə iştirak etmək istəyirəm. Belə bir təlim keçmənizi bildirin. Mən səhifəmdə təlimlərim paylaşılır. Mənim təcrübə proqramım da var, bəli. Yəni birbaşa gəlirsiniz 4 ay müddətində, oturursunuz seanslarda, həmin pasientlərlə də tanış olursunuz, həmin diaqnozlarla da tanış olursunuz. Diaqnozu biz qoymuruq, amma biz diaqnoza bələd olmalıyıq, bizim məlumatımız olmalıdır. Çünki elə olur ki, pasient gəlir, birinci psixiatra getmir. Halbuki problem psixiatrlıq problemdir, nevroloqluq problemdir. Amma o sizə birinci müraciət edir. Siz orada o diaqnozlar haqqında bilməlisiniz ki, artıq deyəsiniz ki, hə, siz getməlisiniz psixiatra, yoxsa siz getməlisiniz nevroloqa, yoxsa siz elə psixoloqla terapiyalar kifayət eləyəcək. Ona görə siz diaqnozları orada öyrənirsiniz, korreksiya üsullarını öyrənirsiniz və birbaşa həmin təcrübə proqramında siz də tətbiq edirsiniz. İlk aylar mənim tətbiqimlə tanış olursunuz əlbəttə ki, amma daha sonraki aylar siz də müəyyən metodları tətbiq edirsiniz. Belə deyək, artıq 4 ayın sonunda sizin sertifikatınız verilir ki, bu şəxs mərkəzlərdə ya bizim ya başqa digər mərkəzlərdə işləmək bacarığına sahibdir. Orada təcrübəni artıq, çünki mərkəzlərdə bəzən inciyirsiniz, qınayırsınız ki, niyə təcrübə istəyirlər? Bəs institutu təzə bitirmişik, amma mərkəzdə nəticəyə yönümlü olur. Onlardan da valideyn o nəticəni istəyir. Ona görə əlbəttə ki, təcrübəni şərt olaraq qoşurlar. Bəli, bizdə təcrübə proqramı var. Bir də mənim təlimlərimdə olur. Yaxında imtahan həyəcanı təlimim var. O da mən təlimlərimi çalışıram ki, praktik şəkildə. Yəni siz nəzəri deyil də sırf praktik şəkildə öyrənəsiniz. Bu problemlə rastlaşdım, gedim əlimdə vasitələrim tətbiq edim. Slaytı istəyirsiniz dəyişə bilərik. Psixologlara deyəcəklərim çoxdur, amma bunu bu qədərlə yekunlaşdıraq.
bu günləri dövrümüzün, yəni müasir dövrdən danışırıqsa, texnologiya asıllığından və ya texnoloji vasitələri meyldən danışmasaq doğru olmaz. Çünki bu günləri uşaqlı, böyüklü, yəni uşaq da gəlir, yeniyetmə də gəlir, inanın ki, yetkin insan da gəlir. Baxırsınız ki, onların bir çoxunda maraqdan da keçib artıq asıllıq vəziyyətinə. Ona görə bu günləri texnologiya asıllığının çox-çox fəsadları var. Uşaq cinayətlərindən tutsun, uşaqlar arasında konfliktlər, bullyinglər, yəni mən deyərdim ki, bəlkə də qorxular, indi onlara toxunacaq zərərləri haqqında bunların kökündə çox faiz baxanda gəlir bu uşaqların baxdıqları cizgi film, oynadıqları oyun, gördükləri səhnələr, yaşına uyğun olmayan səhnələrmi deyim, videolarmı deyim, bu informasiyalarmı deyim, bunlara məruz qalırlar və bu da uşaqlarda əlbəttə ki, aldığını eyni şəkildə verəcəkdir. Bir çoxu, təbii ki, təsirlənən, həssas psixikaya sahib olan şəxslər. Bunun nəticəsində də bu cür günümüzdə təəssüf ki, kütləvi informasiya vasitələrində, yəni belə deyim də, elə xəbərlər oxuyuruq ki, insanın ağlı almır. Yəni illər öncə belə xəbərlər, uşaq cinayətləri yox idi. İndi uşaq yeniyetmə cinayətləri görün nə qədər artıbdır. Əlamətləri çoxdur. Əslində bunun testi var, amma mən bir neçə əlaməti qeyd eləmişəm. Texnoloji asıllığın əlamətləri. Səhər durdunuz, ilk olaraq yuxudan duran kimi əlinizə telefonu alırsınızsa, əlamətlərdən biri budur. Vaxtın çoxunu ekranda keçirmək, real həyatdakı əlaqələrin zəifləməsi, uşağa deyirik ki, həyatda nə qədər oynayırsan dostlarından, deyir ki, yox, mən elə oyun dostlarım var, onlarla danışıram, onlarla fikir mübadiləsində oluram, oyunlarım onlarlandır, onlar mənə maraqlıdır, həyatdakı futbol mənə maraqlı deyil, həyatdakı uşaqlar mənə maraqlı deyil. Üzr istəyirəm. Sonra digər əlamət, texnologiya dair narahatlıq hissi. Yəni, birdən telefonun enerjisi bitər, birdən internet kəsilər, getdikləri yerdə istirahət yerində soruşurlar ki, ana, ata, orada internet olacaqmı? Halbuki əslində həmin regionun, həmin mühitin ab-havasından zövq almaq əvəzinə yenə də eyni şəkildə telefona qaçmış olurlar və ondan uzaq qalanda bununla bağlı ciddi narahatlıq hissi varsa, bu da əlamətlərdən biridir. Bəziləri istifadə yəni azaltmaq istəyir ki, mən istifadəni azaldım, bacarmır. Bəziləri ümumiyyətlə heç yeniyetmələr, hətta deyərdim ki, tənqidi belə yanaşmırlar ki, olsun da nə ziyanı var ki? Halbuki onlar çox yaxşı bilirlər ki, yəni 13, 14, 15 yaşındakı əlbəttə ki, bilir ki, onun ziyanları, fəsadları nələrdir. Yuxu, dərs, iş, münasibətlərin zərər görməsi əlamətlər sırasındadır. Gec yatırlar, adətən yataq otağına da telefonla girirlər. Soruşanda ki, bəs axı bu yuxusuzluq yaradır. Deyir ki, yox, mən ancaq telefonla yuxuya gedirəm. Telefonla yuxuya gedirəm, çünki sən saat 3-də, 4-də, 5-də, 6-da artıq sübhə yaxın yatırsan. Əlbəttə ki, həmin vaxt artıq yuxuya gedəcəksən, amma əlində telefon. Texnoloji asıllığın zərərləri, texnologiya ümumiyyətlə zərərləri, fiziki sağlamlığa zərərlərini uşaqlar adətən bilir. Psixolojini ümumiyyətlə qəbul eləmirlər ki, yox, bu ondan əlaqəli deyil. Və soruşanda da gözümə zərərdir deyirlər, yalnız bir əlamət olaraq qeyd edirlər, amma qamətimiz, yəni ilk uşaqlar fikir verirsiniz, nə qədər problemlər var qamətlərində, hamısı belə əyri, çünki barmaqlar və bel belə əyri şəkildə, bu şəkildə əyilərək bütün gün oynayırlar, ya uzanaraq, ya oturaraq, əlbəttə ki, bunların fiziki inkişaf göstəricilərinə belə təsir göstərir, yuxusuzluq yaradır, fiziki aktivliyi azaldır. Psixoloji fəsadları, stres, gərginlik, aqressiya, qorxular, davranış pozuntuları, dərsə maraq yoxdur. Əlbəttə ki, uşağın əlində telefon varsa, valideynə deyirik, deyir ki, 8 yaş var. Mən bu günləri hətta 6 yaşında uşağın belə şəxsi telefon olduğunu şahid oluram. Yəni, niyə 6 yaşındakı uşaq telefona ehtiyac duymalıdır? Bir şey ki, onu biz aparırıq, biz gətiririk, məktəbdə, ibtidai sinifdə müəllimin yanında olur. Yəni, bu uşağın bu telefona nə ehtiyacı var? Bilmirəm, yəni bəzən valideynləri, ona görə deyirəm ki, bugünkü dövrümüzdə dəyişən o valideynlərimiz də var ki, mürəkkəbləşiblər. Yəni, axı
Sizdə bu zamana uyğunlaşmaq demək deyil, bu müasirlik demək deyil. Bəzi şeyləri sərhəddə saxlamaq lazımdır, bəzi şeyləri nəzarətdə bəli saxlamaq lazımdır, bəzi şeylərin qədəri var. Yəni biz demirik ki, texnologiyadan tamam uzaqlaşdıraq. Mümkün deyil bugünkü gündə. Uşağın tamamilə təcrid olması da mümkün deyil. Mən bunu inkar etmirəm. Hə, ziyanları var, amma bəs faydalı tərəfləri də var. Biz oradan informasiya əldə edirik, biz oradan doğru istifadə etsək yeni biliklər əldə edirik. Biz onda uzaqda yaşayan dostlarımız, ailələrimiz, ailə üzvlərimizlə ünsiyyətə keçirik. Yəni biz bu tərəfləri danmırıq. Ona görə biz texnologiyasız yaşayaq deyə bilmərik. Orada gözəl informasiyalar da əldə edə bilirik. Amma bunun necə istifadəsi, müddəti çox önəmlidir. İndi təbii ki, yaşlara görə də vurğulayacağam, necə istifadə etsək daha doğru olar. Aqressiv uşaqlarımız var. Bir geri verin, orada diqqət əksikliyindən istəyirəm danışım. Bu günləri gələn uşaqların, yəni mən də desəz ki, bir neçə ən çox müraciətlərdən bir neçə problemi sadalayın. Nitq gecikmələri deyərdim. Texnologiyanın burada heç də təsiri az deyil, kifayət qədər var. Uşağı telefon qarşısında, ekran qarşısında, planşet, kompüter, televizor qarşısında saatlarla valideynlər nəzarətsiz qoyur. Yemək yemir bəhanəsi ilə, çox ağlayır, məni istəyir, daim mənə qaçır bəhanəsi ilə. Yəni uşaq oyunlardan çox uşaqlar telefona, televizora, planşetə qaçırlar. Yəni valideynin inciməsini heç bir valideyn, mən də valideynəm, amma bir çox valideynlərimiz uşağı idarə, susturma, ələ alma vasitəsi kimi görür. Əlbəttə ki, bu müvəqqəti sizin işinizi görməniz üçün kifayət edir, amma təbii ki, problemlərin, dərin problemlərin yaranmasının təməlini artıq qoymuş olursunuz. Diqqət dağınıqlığı deyərdim daha sonra. Diqqət dağınıqlığı, yəni bu günləri biz o shortslar deyirik, qısa videolar. Hansı ki, mən deyərdim ki, mənə belə, şəxsən özümdə belə bu yaşımda təsirini görmüşəm, mənfi təsirini görmüşəm. Əvvəllər oturardım hər gün, mən açardım YouTube-dan videoları mənimsəyə, geriyə çevirərək, qeydlər apararaq, təkrar dinləyərək, bildiklərimi belə yenidən təkrar dinləyirdim, bilmədiklərimi araşdırırdım və saatlarla bundan məşğul ola bilərdim. Amma bu günləri o shorts, qısa videolar bizim diqqətimizin həcmini o qədər qısaldıb ki, mən belə otururam, deyirəm ki, hə, burada konkret, budur, əlamətlər budur. Bundan çıxış yolları budur və ya tədqiqatlara baxıramsa, tez desin ki, neçə nəfər idi, kimin üzərində aparılıbdır, nə nəticəyə gəldilər, müqayisəli nəticələri bilim, qısa konkret. O saatlarla baxdığım YouTube videolarını indi nadirən eləyə bilirəm, çox təəssüf. Yəni, bunu özümdə belə yenə nümunə çəkirəm ki, bunun belə mənə təsiri var. Amma gəlin baxaq, görün, hələ yetkin insana bu qədər təsiri, fəsadı varsa bizlərə, uşaqlara görün nə qədər təsirləri var. Uşaq da deyir ki, tez olsun, tez, qısa, konkret. Müəllim niyə 45 dəqiqə ərzində bir mövzu haqqında danışır? Çox uzundur, darıxdırıcıdır, sıxıcıdır. Diqqət problemlərimiz həddən artıq, çox artıbdır. Dərs keyfiyyətimiz aşağı düşübdür, qorxular artıbdır. Biraz öncə dedim ki, yəni fəsadlarından biri, problemlərin ən çox gələnlərdən biri də qorxulardır. Üçüncü problem və uşaqlarda bu qorxular, baxdıqları personajlar, cizgi filmləri, oyunlar, orada qan, bir-birini öldürmə, şiddət, yəni ağlanmaz, belə deyək də, səhnələr var. Çox təəssüf ki, uşaqlar bunu görür və bunlar şuur altına yerləşir, adiləşir onlar üçün. Zərər vermək, incitmək, qəddarlıq etmək sanki elə bir normal bir şey kimi gəlir. Gördüklərini eyni şəkildə götürürlər. Belə. İstəyirsiniz dəyişək? Müasir suallara baxacağam. İstəyirsiniz bunu bitirim, sonra suallara baxım. Görürəm ki, yazılar gəlir. Müasir dövrdə sosial medianın gənclərimizə təsiri. Bu günləri sosial mediada hər şey o qədər belə ideal təqdim olunur ki, amma gəlin etiraf edək ki, bunların əksəriyyəti reallıqdan uzaqdır və xüsusən yeniyetməlik dövründə o yeniyetmələr daha tez təsir altına düşürlər. Onların fizioloji görünüşündə, zahiri görkəmlərində müəyyən bir dəyişikliklər baş verir. Bununla bağlı olaraq həmin o yetkinlik dövrünə, keçid dövrünə keçən zaman hormonal dəyişikliklər
baş verdiyi üçün üzdə aknelər falan yaranır. Bunu kompleks eləyirlər. Amma gəl görün ki, o sosial mediada filtrlər olsun, möhtəşəm həyat təqdimatı olsun, ideal cütlüklər olsun, ideal bədən quruluşu, hansı ki bunlar bu zaman hər hansı bir photoshoplardan, nə bilim filtrlərdən, bəlkə də bəzi şeylərin adını səhv deyirəm, istifadə edilir və hamı ideal şəkildə özünü təqdim edir. Onu izləyən gənc bunu kompleks edir, onu izləyən gənc özünü bəyənmir, onu izləyən gənc valideynindən çox şey tələb edir. Yəni bir çox blogerə baxanda və ya nə deyirlər, sosial media fenomenləri olsun, onlara baxanda lüks həyat, gözəl restoranlar, lüks ev, halbuki heç onların əksəriyyəti reallığı əks etdirmir və ya ideal cütlüklər, halbuki əksəriyyəti heç adi bir mövzuda belə anlaşa bilmirlər, amma insanlara ən möhtəşəm şəkildə özlərini təqdim edirlər. İnsanlar da uşaq olsun, yeniyetmə olsun, ailə, yetkin insanlar ailədə problemlərə gətirib çıxarır ki, yəni mən də elə istəyirəm, onun yoldaşı ona maşın aldı, mən də istəyirəm və ya sosial mediada qadınlar həm gözəl iş xanımıdırlar, elə təqdim olunur, həm gözəl anadılar, həm ev işlərini mükəmməl şəkildə yerinə yetirirlər. Yəni belə deyək də, bilmirəm bizə necə, nə üçünsə yetmir 24 saat, amma onlara belə bol-bol yetir. Həm öz baxımları, həm yoldaşlarına, həm uşaqlarına, həm ana-atalarına, həm də evə çatmaqları, işə çatmaqları hər şey qaydasında olur. Amma gəlin baxaq, bu hər gün mümkündürmü? Təbii ki, mümkün deyil. Buna baxan həyat yoldaşı bəylər də xanımına deyir ki, görürsüz, filankəs çox gözəl əl işi də var, əl qabiliyyəti də var, işi də idarə edir, evi də idarə edir, sən niyə eləmirsən? Bax, burada konfliktlər başlanmış olur. Mən düşünürəm ki, sosial medianın təsirlərindən bunları vurğulamasam olmazdı. Hər şey reallığı əks etdirmir. Gəlin suallara. Pandemiya bizi 2019 2020-ci illər idi də, səhv etmirəmsə, təbii ki, hələ ondan sonraki illərdə də müəyyən şeylər hələ də davam edir. Pandemiya tam olaraq belə deyək də, bilmirəm, hələ də təsirlərində qalmışıq. Sözsüz ki, xüsusən də psixologiyamız həmin dövr üçün alt-üst olmuşdu və bunun fəsadları günümüzdə də özünü göstərir. Həyəcan, təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntular, panik ataklar artdı, depressiya artdı, ünsiyyət problemləri artdı, özünə qapanmalar artdı, ailə münasibətlərində korlanmalar artmağa başladı. Bir çox problemlərin COVID-19-dan sonra təsirlərini gördük. Dediyim kimi qorxular və s. yəni təşviş pozuntularının artdığını gördük. Birazdan panik ataklarla bağlı, panik atak gəldiyində hansı metoddan istifadə edə bilərsiniz, onu da qısa şəkildə bir metod deyəcəm. İndi istəyirəm ki, suallara baxım. Deməli, praktik təlimdə Mələk xanım yazıb ki, təcrübə proqramında olmuşam. Çox sağ olun. Mələk xanım, təşəkkür edirəm. Çalışıram ki, faydalı olun. Təcrübə proqramında yaş həddi ixtisas mütləqdirmi? Təcrübə proqramına əslində hər kəs müraciət edə bilər. Çünki bir valideyn də problemləri bilə bilər, uşağına necə yanaşmalı olduğunu öyrənə bilər, amma qeyri-ixtisaslara biz sertifikat vermirik. Müəllimlərə, pedaqoqlara, həkimlərə, yəni bu sahəyə yaxın olan loqopedlərə, psixoloqlara bəli sertifikat verilir, hansı ki onların bu metodları öyrənib tətbiq etmək hüquqları ola bilər. Amma dediyim kimi bir valideyn belə müraciət edə bilər, lap yaxşı o daha belə deyək də məlumatlı bir valideyn olar ki, gedib necə o təcili yardım qaydalarını hər birimiz bilməliyik. Yəni yalnız həkimlərə aid deyil ki, bu biliklərə biz də malik olmalıyıq. Həmçinin müəyyən bilgilər var ki, məlumatlar var ki, bunu valideyn olaraq bizim də bilməyimiz yaxşı olar. Deməli, Nəcbə xanım da təcrübə proqramı haqqında yazıbdır. Çox sağ olsun fikirlərini bölüşdüyü üçün.
Səbinə xanım yazıbdı. Obsessiv kompulsiv pozuntusu olan şəxsə necə müdaxilə olunmalıdır? Çox takıntılıdır, əlini yuyur, çox yuyur. Əslində vakalarla bağlı ümumi danışmalı oluram. Yəni bu nə qədər peşəkar alınır, doğru deyil. Çünki obsessiv kompulsiv pozuntusu olan 10 nəfər gələr, müdaxilə şəklimiz hər birində fərqli ola bilər. Birində travmaları işləyərik, baxarıq ki, oradan nəticə əldə edirik. Birində hal-hazırki problemlərlə işləyərik, baxarıq ki, nəticələrimiz alınır. Birində yalnız düşüncələrlə işləyərik, koqnitiv əsaslı işləyərik, baxarıq ki, alınır. Ona görə orada ev tapşırıqları veririk, yavaş-yavaş məruz buraxma deyirik. Bəzi terminləri çox üzr istəyirəm. Mən Azərbaycancasını tam bilməyə bilərəm. Çünki onları mən türklərdən almışam deyə. Hətta mənə elə gəlir bəzilərinin Azərbaycancası yoxdur. Məhduddur. Çünki bəzi lüğətlərə baxmışam, Azərbaycan psixologiya terminləri Azərbaycanca tapa bilməmişəm və hətta müəyyən həmkarlarımla görüşlərdə də bax bunun Azərbaycancası nədir, necədir, necə istifadə olunur, bəzilərini tapa bilməmişəm. Ona görə öyrəşdiyim bu cür olduğu üçün məni üzrlü sayasınız. Məruz buraxma. Yəni yavaş-yavaş belə deyək də məruz buraxırıq, amma birbaşa yox. Yəni mən əlimi deyək ki, tez-tez yuyuram, siz məni aparıb iyrənirəm, deyək ki, orada düşüncə, mən murdaram, mən iyrəncəm, düşüncələr olur. Orada tapmaq lazımdır ki, düşüncələr nədir? Gedib onun əlini palçıqlı bir şeyə vurdurmayacaq əlbəttə ki, ya da ki, əlini heç yuma deməyəcək. Bunu yavaş-yavaş azaldacaq. Görək saylandı-mı? Sayla deyilsə bölgə iləndirmi? Və bunlar hamısı obsessiyalarında, o takıntıların da növləri var, dərəcəsi var. Bax, ona əsasən də yavaş-yavaş işləyirik. Amma düşüncə səviyyəsində və həmçinin dediyim kimi məruz buraxaraq yavaş-yavaş etap-etap işləyirik. Travmaya bağlıdırsa, elə pasiyentim olub ki, travmaya bağlıdır. 13 yaşında qız gəlmişdi, 5 yaşında atası çox həddən artıq 6 saat çimirdi. Hələ azaldılmış formamız 6 saat idi. Sayaraq yuyurdu və düşüncə də oydu ki, mən çirkliyəm, mən təmiz deyiləm. 5 yaşında atası, çox üzr istəyirəm, kobud ifadədir, amma kobud da davranışdır. Uşaq dərsini 5 yaşındakı uşaqdan valideynin gözlədiyi, atamızın gözlədiyi ideal dərs oxumaq olubdu. Uşaq dərsini çağırıb ki, gəl dərsini oxu. O da deyib ki, mən oyun oynayım, sonra gələcəm. Çox üzr istəyirəm ifadəmə görə. Ata onun üzərinə tüpürübdü. Uşaq da o gün bugündən diksinir. Yenə deyirəm, 13 yaşımıza gəlib çatmışıq, amma hələ də əllərini yuyur və baxmayaraq ki, hara gəlmişsə deyək ki, o atanın göndərdiyi, necə adlandırım bilmirəm, heç bir şəkildə mədəni çıxmır və doğru da çıxmır. Yumuşam onu, deyək ki, əlimin üstünə gəlib də onu yumuşam, amma o fikirləşir ki, yox, hələ də mən natəmizəm. Və burada təbii ki, travmanı işləyəndən sonra yüngülləşdik. Deməli, Güney xanım yazıb, mən buradakı adlarla oxuyuram. Ola bilər ki, yəni sizin burada Zoom-dakı adınız necədirsə o şəkildə oxuyuram. Bəlkə də yanlışdır. Bu əsasən 11-ci siniflərdə müşahidə edirəm. Hazırlıq vaxtı bir kitaba, bir telefona baxırlar. Tez-tez ya saat, qol saatı və divarda saatın olmasına baxmayaraq vərdiş alınır. Bəli, yəni hətta nəinki qol saatını belə tərgizirlər, telefona baxırlar. Bizdə ümumiyyətlə telefon asılılığını azaltmağın, mən birinci tam azaltma, belə tam məhrum eləməyin tərəfdarı deyiləm və sadəcə qaydalar qoyuram. Tutaq ki, dərs otağına bir neçə, 3-4 qayda qoyuram. Dərs otağına telefondan girməyəcək. Bu əgər çox deyir ki, dərsin telefondadır, indi istisna vəziyyətlər olur. Dərs otağına telefondan girməyəcək bir. Süfrəyə əyləşərkən telefonu kənara qoyub süfrə başına əyləşəcək, arxasına əyləşəcək, stol arxasına. Ayaq yoluna keçərkən telefondan keçməyəcək, çoxu telefondan ayaq yoluna belə gedir, orada gedir. Yatmağa keçərkən yataq otağına nə sözüm var, söhbətim var, onu bitirdim, ondan sonra keçdim yatmağa. Yəni yataq otağına telefondan girməyəcək. Bir neçə məhdudiyyət qayda qoyursunuz daha doğrusu və bu artıq bu qayda onu biraz çərçivəyə salır. İndiyə kimi çərçivəsiz idi.
belə limitsiz idi və heç nə qəbul eləmirdilər. Bu qaydalarda evdə hər kəs riayət eləyir. Riayət etdikcə o da görür ki, bu təkcə Nuriyə aid deyil, atasına da aiddir, anasına da aiddir, bacısına da aiddir, qardaşına da aiddir. Həm bütün ailəyə aiddirsə, onda riayət etmək daha asan olur. Unutmadan bu hissəyə toxunacağımı demişdim. Deməli, ekrana baxarkən belə deyək də, məhdudiyyət nə qədər olmalıdır? Yaşımızı ona vuracaqsınız. Yəni, mənim 5 yaşım varsa, 5-i ona vuracaqsınız. Mənim gün ərzində 50 dəqiqə baxmaq icazəm var. 3 yaşım varsa, ona vuracaqsınız. Mənim 30 dəqiqə baxmaq icazəm var. Təbii ki, 3 yaşın altında, 2 yaşın altında ümumiyyətlə tövsiyə etmirik. Yəni, 2 yaşın altındakı uşaqla biz ya da ətrafımızdakılar tanış eləyir. Yenə də vurğuluram, biraz çətindir. Siz qonaq gedirsiniz, uşaq informasiyanı yalnız sizdən almır ki, o dəyişən cəmiyyət arasında bəli, əvvəlcə informasiya yalnız valideynlərimizdən, bir də ətrafımızdan alırdıqsa, ətrafımızda dayı qızı, əmi uşaqlarından alırdıqsa, bu günləri texnoloji vasitələr vasitəsilə də nə qədər informasiya biz alırıq. Ona görə yalnız bu fiziki çevrəmizdən ibarət olmur. Ona görə mürəkkəbləşir problemləri aradan qaldırmaq, buna da gətirmək istəyirəm. 2 yaşın altında mümkün qədər verməyin, çünki nitqi gecikdirir. Bundan başqa, mən 3 yaşından tərəfdarıyam, az-az verilməyini. 3 yaşlı uşağa 30 dəqiqə, 20-30 dəqiqə icazəsi var. Yenə də təbii ki, burada aralıqlı şəkildə, fasiləli şəkildə baxmalıdır. Yəni, mənim 5 yaşıma 50 dəqiqə oturub mən baxmayacağam. O 50 dəqiqəni 20-yə bölün, 10-a bölün. Yəni, bu qısa aralıqlara bölə bilərsiniz. Bu şəkildə, 20-yə bölün, 10-a bölün, bir dənə də 20 verin, 20-yə bölün, 30-a bölün, 25-25 bu şəkildə, yəni fasiləli şəkildə verməyiniz və məzmuna, mütləq məzmuna diqqət etməyiniz çox vacibdir. Zəhmət olmasa, əzizə deyir, deyə bilərsinizmi? Praktika hansı formada keçirilir, neçə ay davam edir? Praktikaya necə başlamaq və necə başlamaq daha məqsədə uyğundur ki, gələcəkdə peşəkar baza formalarsın. Deməli, söhbət bizdə olan təcrübə proqramından gedirsə, orada 4 ay müddətində keçirilir. Həm nəzəri biliklər, amma o nəzəriyyədə də siz mütləq praktik, yəni belə deyək də, biz başlıq veririk ki, tutaq ki, autizm spektr pozuntusu, tutaq ki, qorxular. Amma siz orada korreksiya işi, reabilitasiya işi necə qurulursa, bunlarla bağlı tanış olursunuz. Həmçinin gəlib seanslarda da oturmaqla o uşaqları canlı görürsünüz. Amma bir daha vurğuluram, bu yalnız uşaq və bəzi yeniyetmə problemlərinə aiddir. Hər yeniyetmə icazə vermir, bəzilərini heç özümdə uyğun bilmirəm. Bəzi problemlər var ki, yalnız onu mən pasiyentlə mənim aramda qalır. Amma uşaqlarla olan inkişaf proqramları, diqqətlə bağlı proqramlar, deyək ki, xüsusi qayğı ehtiyacı olan uşaqlarla digər tətbiq etdiyimiz proqramlar, onları və ya qrup terapiyaları, bunlarda rahatlıqla iştirak edə bilirsiniz. 4 aydır. Belə. Yaş məhdudiyyəti yoxdur, xeyr. Məndən yaşca böyük tələbələrim olub. Bir dənə suallara baxın. Deməli, normal bir imkana sahib olan hər ailənin neçə övladı varsa, hər birinin şəxsi telefonu, planşeti, kompüter imkanları var. Çox doğru vurğulayır Günel xanım. Mən ona görə deyirəm, yəni bir çox problemi yaradan valideynlər inciyirlər məndən. Uşağını gətirir, otaqdan çıxanda deyəndə ki, sizə seans lazımdır. İlk növbədə siz gəlin, uşağı hələ sonra başlayarsınız. Bəziləri təəccüblə qarşılayır, bəziləri deyir ki, hə, mən elə belə də düşünmüşdüm. Problem bizdədir, bəli, yəni bir çox şeyin səbəbkarı bəli bizlərik, biz şərait yaradırıq, biz sağlam mühiti qurmuruq və burada da artıq belə deyək də toxumları biz əkirik və yavaş-yavaş mühitdə, biraz bağçada, biraz məktəbdə, biraz kənarlarda onu belə deyim də bəsləyir, suluyur və bu gələcəkdə daha böyük problemlərə gətirib çıxarır. Səbinə xanım yazıb ki, OKP, bəli,
koronadan sonra yaranıb. Çox təəssüf, bu gördüyümüz hallardandır. Bir də panik atakdan gələn suallara başımız qarışıb, birdən praktik hissəni keçmiş olaram. Bunu da deyim, mən belə deyək də, əsas deyəcəklərimi bugün çatdırım, sonra yeni suallara qayıdacağam. Mənim üçün də xoşdur ki, siz suallar verirsiniz və belə aktiv şəkildə keçir. Deməli, panik atak olan insanlarda tətbiq etdiyim ən gözəl metodlardan ikisini paylaşım. Yəni birini yox, ikisini paylaşım. Siz də pasientlərinizlə də, yaxınlarınızla paylaşın, bölüşün, faydalı olun. Deməli, birinci nəfəs məşqləridir. Nəfəs məşqlərini mütləq öyrədirəm panik atak olan, əslində obsessiyalı pasientlərimə də, imtahan həyəcanı olan pasientlərimə də, qorxuları olan pasientlərimə də nəfəs məşqlərini, aqressiyası olan pasientlərimə də nəfəs məşqlərini öyrədirəm, çünki bu bizi sakitləşdirir. Bunlardan birini göstərəcəm. Əlimizi, siz də mənlə birlikdə etməyə çalışın. Bir əlimizi sinəmizə, bir əlimizi qarnımıza qoyuruq və yavaş-yavaş burnumuzdan nəfəs alırıq, amma çalışırıq ki, qarnımız şişsin. İndi mən biraz xəstəyəm deyə, əslində xəstə deyiləm, amma əlamətlər qalıbdır. Ola bilər ki, tam istədiyim kimi alınmasın, amma qarın şişməlidir. Bunu uzanıq şəkildə edəndə daha yaxşı nəticə əldə edirik və ya deyək ki, uşaqla edirsinizsə, onlar görsəl bir şeylərlə daha, yəni yalnız eşitsəl sözlü deyil, yəni görərək də etməklər daha yaxşıdır. Qarnın üstünə hər hansı bir əşya, yumşaq oyuncaq qoyuram ki, yəni incitməsin. Uşaq uzanıq vəziyyətdədir. Onun qarnının üstünə bir əşyanı qoyuram və deyirəm ki, qarnın şişməlidir. Nəfəs aldıqca əlimi qoydum qarnıma və sinəmə, burnumdan nəfəs alıram və qarnım şişir. Tələsmədən yavaş-yavaş alın. Saxladım bir neçə saniyə, nəfəsi verirəm ağızdan və qarnım yatır. Yenidən bunu 4 dəfə, 5 dəfə, 6 dəfə təkrar edirəm. Dediyim kimi, əl sinədə, sinə şişməyəcək, qarın şişəcək. Yavaş-yavaş burundan nəfəsi aldım. Hardasa 4 saniyə yavaş-yavaş nəfəsi alıram. 4 saniyə saxlayıram. Yavaş-yavaş 8 saniyə nəfəsi verirəm. Ağızdan nəfəsi verirəm. Diqqət edirik. Qarın şişsin, diqqət edirik burundan nəfəsi almağa, ağızdan nəfəsi verməyə və diqqət edirik bunu yavaş-yavaş eləmək. Yəni tez yox. Bu bizi əksinə həyəcan vəziyyətimizi daha da artırmış olur. Nəfəs məşqləri heç olsun panik atak anında və ya olmasın, digər vaxtlarda da bunu verirəm. Digər vaxtı, həmin panik atak vaxtında, anında mən nə edirəm? Duyğu üzvlərimi aktivləşdirirəm. Yəni, deyirəm ki, ətrafında bir əşyanı gör. Baxıram. Əşya nə var? Tutaq ki, saat var. Ya da belə də deyə bilərəm ki, ətrafında qırmızı rəngdə bir əşya axtar. Yəni, hətta bunu mənə panik atak anında pasiyentim zəng eləyibdir. Nuriyə xanım, yaxşı hiss eləmirəm. Telefondaca demişəm ki, hardasan, falan yerdəyim. Yaxşı, ətrafında nə görürsən, maşınlar görürəm. Tamam, qara bir dənə maşın görməyə çalış, axtarır. Mən əslində nə edirəm ona? Buradan bədən əlamətlərindən, fizioloji əlamətlərdən onu bir növ uzaqlaşdırmağa çalışıram. Çünki mən nə qədər bədənimə fokuslansam, bu get-gedə artacaqdır. Yəni, mən deyəsən, nəfəsim kəsilir. Yəni, buna fokuslansam, əlbəttə ki, bu hissim daha artacaq, bu düşüncəm daha artacaq ki, bu dəqiqə boğuluram, ölürəm, mənə nəsə olur, ürəyim dayanacaqdır, nəbzim çox sürətlə artır və ya dəhşət, yəni, belə deyək də, bu dəqiqə mən infarkt keçirdəcəm, adətən belə fikirlər səsləndirirlər. Yəni, mən bu nəbzimə nə qədər fokuslansam ki, bax, həmişəkindən sürətli artır. Bu, əlbəttə ki, artmağa başlayacaq. Amma mən bunlardan
uzaqlaşdırıb ətrafa onu yönəldirəm. Yəni burdan təcrid edib bir növ ətrafa. İlk günlər çətin alınacaqdır. Bəzən hətta pasientiniz sizə deyəcək ki, ay Nuriyə xanım, mən nə haydayam? Siz mənə nə deyirsiniz ki, ətrafında sarı nə bilim bir şeylər tap nə deməkdir? Hardan tapım sarı bir şey? Bu nə sualdır mənə verirsiniz? Ona görə əvvəlcədən izahını verirəm ki, bax bu da əslində sakit halında daha insan emosional olanda əlbəttə ki, başa düşmür, amma sakit halında öncədən məlumat verirəm ki, bax bunları mən sizə deyəndə, bunları sizdən istəyəndə siz deməyin ki, məni başa düşmür. Sizi sadəcə bu tətbiq olunub nəticə əldə etdiyimiz vasitələrlə çıxartmağa çalışıram, vəziyyətdən çıxartmağa çalışıram. Pis yaxşı, ilk növbədə ola bilər ki, bir dəfə alınmasın, iki dəfə alınmasın, amma get-gedə özünüz də görəcəksiniz ki, ya özünüzdə varsa tətbiq edin, görəcəksiniz ki, hə, yavaş-yavaş artıq alınmağa başlayır. Gəldi, deyirəm ki, səslər, nə səsi duyursan, bir şeyi dinlə. Deyir ki, tutaq ki, saatın səsi gəlir. Hə, tamam, onu dinlə görək necə, onun ritmini dinlə, onu dinləmək, duymağa çalış. Hə, tık, bayaqdan bunu dinləyirdi, buna toxunurdu, qoymuram və onu dinləməyə fokuslayıram, onu cəmləməyə yönləndirirəm onu, artıq onu dinləyir. Oradadır. Biraz da azaldı. Sonra deyirəm ki, bir şeylərə toxun. Ən çox bu xoşuma gəlir. Bir şeylərə toxun. Deyirlər Nuriyə xanım, sərin bir şey demisiniz. Keçən pasiyentim deyir ki, işıqforun nə bilim nəyinə toxunmuşam, orada soyuqda sərinlik verir mənə. Deyirəm ki, heç nə olmaz. Heç kim sizə heç nə deməyəcəkdir. Narahatam da, əlimi qoymuşam ora. Evdəyəm ya da ki, nə bilim bu masaya toxunun və ya bu bir şeylərə toxunun. Nə quru bir şey ola bilər. Çox ipək bir şeylər ola bilər, kələ-kötür bir şeylər ola bilər, nə bilim, nəm bir şeylər ola bilər, onlara toxunur, sərin bir şey ola bilər. Bu bir şey, xüsusən sərinlik, amma sakitlik gətirir. Hətta mən deyirəm ki, mümkünsə bir buz varsa, onu nəbzinizə qoyun. Yəni mərkəzdə mən pasientlə işləyən zaman elə bir panik atak keçirdən pasiyentim olubdu ki, onu o buz vasitəsilə ana qaytarmışam. Biz bundan ana qaytarırıq. Belə, buzu qoyacaq nəbzinə və ya metrodayam. Adətən qapalı yerlərdə narahat olurlar. Oradakı dəmirə nəbzini toxundur. O sənə sakitlik verəcək, sərinlik verəcək. O hissdə qal. Onu sənin bədənində yaydığı sərinlik, rahatlıq hissinə fokuslan və o hissi böyütməyə çalışıram. Həmən rahatam, sakitdir, sərinlik verir. Buramda hiss eləyirəm, buramda hiss eləyirəm və buna bir növ fokuslanmış olur. Bir şeylərin dadına bax deyə bilərəm. Nə bilim, nanəli saqqızın varsa, nanəli konfetin varsa, limonlu konfetin varsa çantanda olsun, onların dadına bax, bir şeyləri iylə. Yəni nə etdim? Görmə, mənim artıq qızım gəlibdir, mən üzrlü sayın. 5 dəqiqə gələcək. Deməli, görməsini, görəcək bir şeylər dedim ona, eşitməsinə, bu duyğu üzvünü aktivləşdirdim, toxun dedim, bir şeylərin dadına bax dedim, bir şeyləri iylə dedim, kofe ətri, nanə ətri, limon ətri, bunlar bizi sakitləşdirir. Ona da nə təsir edir? Heç nə yoxdur. Əlini atdı, çantasından bir dənə parfümünü çıxartdı, onu iylə, onu duy. Onun nəyə bənzəyir? Jasmindir, nə bilim qızıl güldür, sərinliyisi var, dənizi xatırladır. Get biraz oralara. Yəni buradan indiki andan onu artıq yönətdim. Belə deyək də, daha doğrusu həmin beynindəki o düşüncə, duyğu, bədən duyğusundan indiki ana yönətmiş oldum, cəmləmiş oldum. Suallara baxaq. Aha, deməli, Zümrüd xanım yazıbdır ki, öyrəşəndən sonra uşaq üçün çox rahat olur ekransız, həm qonaqlıqda, çöldə, həm evdə, heç nə olmaz, qalsın yanımda, narahat olma. Həm də yemək yeyərkən önəmli olan bir müddət, bəli, qərarlı olub. Adətən deyirlər 21 gün, bəli, kifayət qədər 21 gün bir vərdişi formalaşdırmaq üçün kifayət qədər bir vaxtdır. İstənilən vərdişi formalaşdırmağa az yox, amma 21 gün ehtiyacımız, ən azı 20 gün təbii ki, ehtiyacımız olur. Bir müddət sonra buna biz öyrəşmiş oluruq, uşaq da bunu qəbul eləmiş olur, amma mütləq qərarlı, qətiyyətli olmalısınız. Aysel xanım deyib, təlimə qeydiyyatda necə keçə bilərik? Siz mənim
Çox xahiş edirəm. Bilmirəm qrupunuz mu var, linkə necə daxil olmusunuzsa. E, Mülyət xanım, mən paylaşacağam. Hə, zəhmət Sizin olmasa Instagram Instagram profilinizi səhifəsindən paylaşacağam. və ya mənim assistentimin nömrəsini mən yönləndirərəm. Çünki qeydiyyat ordadır, tarixlər ordadır. Mən bir neçə gün əvvəldən sadəcə məlumatım olur. Olar, Təlimlərimi əlbəttə. Həm seçirəm. Instagram profilinizi, həm də assistantınızın nömrəsini, əlaqə nömrəsini paylaşaram qruplarımızda. İstəyən olsa Instagramınıza da takib atıb sizin özünüzə də yaza bilərlər. Bəli, Həmçinin assistantınıza da. Allah saxlasın, yanınızda bir balaca gözəl bəli, qız bəli. uşağı gördüm. Çox sağ olun, Gözəl təşəkkür bəxtli edirəm. günü inşallah. Təşəkkür Sizə edirəm. təşəkkür edirəm, minnətdaram bizim təklifimizi qəbul etdiyiniz üçün. Sizinlə bizim icraçı direktorumuz Həsən bəy danışır, vebinarımızı Bəli, bəli. təşkil edib. Hər birimiz adından sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Nə xoş bizə. Sizinlə tanış olduğuma çox şad oldum. Çox maarifləndirici, maraqlı. Ə, yəni bu axşam saatında belə deyim də insanların əminəm ki, ruhunun dincəldiyi bir vebinar oldu. Təşəkkür edirəm daha sizə. Sizə işlərinizdə uğurlar arzu edirəm. Minnətdaram Nuriyə xanım. Mən təşəkkür edirəm Aytaç xanım. Gözəl işlərlə məşğul olursunuz. Maarifləndirmə düşünürəm ki, bir cəmiyyət nə qədər məlumatlı olarsa, problemlərin həll yolunu o zaman tapa bilərik. Mən sizə təşəkkür edirəm. Həsən bəyə də təşəkkür edirəm. Mənə təklifi gətirdiyi üçün mənim üçün də xoşdur. Ə, Məlumat vermək və auditoriyada doğrudan da gözəl auditoriya idi. Çoxlu suallar verdilər. Mən hər zaman xoşum gəlir. Biri var ki, mən öz-özümə danışım gedim. Bu mənim üçün maraqlı deyil. Çünki tək hiss eləyirəm özümü. Amma buradan gözəl suallar gəldi. Gözəl mütəxəssislər fikirlərini bildirdilər. Mən hər birinizə, həm təşkilatçılara, həm iştirakçılara təşəkkürümü bildirirəm. İnşallah növbəti gözəl təlimlərdə görüşmək ümidi ilə. Nə sualınız da olsa, şərt deyil. Burada bu günlər çatdırmadığımız əminəm ki, suallar hələ də var. Yenə də verərsiniz suallarınızı, mən də imkan olduğu qədər cavablandırmağa çalışacağam. Çox sağ olun. İnşallah ki, müəyyən qədər də olsa bu az müddətdə faydalı ola bildim. Mən də sizə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Çox sağ olun. Xeyrə qarşı çox sağ olun.